Novruz bayramınız mübarək. Saqqalı it quyruğu. Qəşəng bura. Iğdırdan qonaqlarımız var. Ordubad ayrı oldu, Naxçıvan ayrı. Azərbaycanın heç bir yerində belə çaxır yoxdur. Buna arzuman küftəsi deyirlər. Bunlar Bakıda yoxdur. Naxçıvandakı Bahar Festivalında bir çox stendlər var, amma ən çox maraq görən bu Naxçıvan nemətlərinin, yeməklərin olduğu stenddir. Demək olar ki, adam əlindən geri yoxdur, tərpənmək olmur. Naxçıvan qovurmasıdır. Bir dadına baxaq. Super. Bunu yemədən ölmək olmaz. Cacıq qovurması, kiriş qovurması var. Naxçıvanda demək olar ki, bütün yeməklər demək az qala qovurma ilə hazırlanır. Hamısı bir-birindən gözəl, hamısı bir-birindən ləzzətli. Naxçıvan təbiətinin nemətlərindən, olmazsa olmazlarından qazayağı qovurmasında bir dadına baxırıq. Çox dadlıdır. Tamam. Bilmirəm nə tapım, nə deyim. Yəni hamısı bir-birindən gözəl. Qovut görürük biz. Əslində gənclər qovutun nə olduğunu bilmir. Mən də bilmirəm şəxsən. Tərkibində küncüt var, cəviz var, cəviz kimi çəkilmişi vardı və un vardı. Başqa heç nə qatılmır. Onların hamısı çəkilir, daha sonra yağ vasitəsilə bərkidilib hazırlanır. Sobada bişirilmir, hə? Xeyr, bişirilmir. Balqabaq içində plov. Plovu bu qədər yumşaq yediyimi xatırlamıram. Çox qəşəngdir. Başqa heç bir bölgədə yəqin ki, bu formada bir küftə görməmisiniz. Buna arzuman küftəsi deyirlər. Necə hazırlanır, bunu bir öyrənək. Salam, bayramınız mübarək. Sağ olun, sizdən bayram. Bu küftə sırf Naxçıvan mətbəğinə aiddir. Bir neçə ədviyyatı içərisində yığaraq, toyuq, yumurta və digərdə ət çəkilmiş ətlər yığaraq bu hala gətirilmişdir. Və içərisindəki bütün ədviyyatlar nə qədər çox olsa, o boyda küftə dadlı olar. Dadına baxaq onda, görək. Tam səmimi deyirəm, yəni çox gözəldir dadı. O adi küftələrə bənzəmirdi. En çok yemeklerinizi beğendim. Köfteyi bayağı beğendim. En çok dikkatinizi ne çekti? Yemekler çekiyor. Naxçıvan köçesi özellikle. Güzel yani. Beğenirim. Onu şirin çayla yeməyi sevirik. Şirin çayla Naxçıvan çöçəsi çox dadlı olur. Hamınızın bayramını tebrik ederim. Qəşəng bura. İndi bayramınız çox gözəl. Hər şey yaxşıdır. Qəşəng. Yemekleri beğendi. O çox rəzatdır, çox rəzatdır. Bakıda Naxçıvana sırf Novruz bayramını qeyd etməyə gələnlər var. Bax, Bakıda da Novruz bayramı qeyd olunur. Nəyə görə Naxçıvanı seçdiniz? Fərqlilik olsun deyə. Maşallah çox gözəldir, çox bəyəndim. İlk dəfədir Naxçıvanda oluram. Heyran qaldım Naxçıvana. Bir çox şeylər var ki, bunlar Bakıda yoxdur. Məsələn nələr? Məsələn, belə yeməklərin ikram eləməsi. Bizim qonağımızdılar. Səhər-səhər daş küftəsini yeyib gəliblər. Bəyəndiniz daş küftəni? Təbii ki, bizim işik də Başqa nə hansı yeməklər verdiniz? Səhər üçün Ordubad baklavası var. baxlavası var. Qayğanaq, Ordubad. Qayğanağı sabah kətdə yeyəcək. Bax, bizdə Naxçıvanda necədir qonaq qarşılama adəti? Hələ super. Ordubadda da ki Naxçıvandan gözəl. Ordubad ayrı oldu, Naxçıvan ayrı. Yox, bizim üçün Ordubad. Naxçıvandakı stendləri gəzərkən burada Qərbi Azərbaycana məxsus nemətlərdən biri xum çaxırını gördük. Qırmızı şərab, kəmturş xum çaxırı və eyni zamanda kəmşirin qırmızı şərab. Xum çaxırının digərlərindən fərqi nədir? Saxsı qabda qalır. Xumlardır 500 litrəlik, 300, 200, 1 tonnalı. O çaxırın gözəlliyini, təravətini, keyfiyyətini o xum saxlayır. Bəs hansı üzüm sortundan hazırlanır? Qaramələk üzümdür, xindoqnidir, bir də Izabella. Bu qara çaxırlarına aiddir. Ağ bayan şirə üzümün sortundan da ağ çaxırdır. Bəs qiymətləri neçəyədir? Qiymətləri belə ki, 1 litri açıq olaraq 8 manatdır, 1 litrəlik 13 manatdır, litr yarımlıq 18 manat, 3 litrəlik 28 manat. Festivaldan kənar bunu tapmaq mümkündür, yəni? Bu marketlərdə, Respublikanın bütün marketlərində, kəndlərdə, rayonlarda və Bakıda. Dadına baxmaq olar? Baxa, qurbandır sizə. Çox qəşəng dadı var. Çox yumşaq dadı var. Adamı narahat eləmir, elə bir ki, işləyəcəksən. Bundan da bir bax, bir nömrə dadına Yaxşı. baxma. Yaxşı. Bu da kəmşirin. Tam ciddi deyirəm. Çaxırlar içərisində işləyən ən gözəl çaxırlardandır. Çaxırın analogu yoxdur. Azərbaycanın heç bir yerində belə çaxır yoxdur. Niyə görə? Bu dağda yetişir, dağa təyir. Çaxınqala kəndində dağa təyir yerdir.
Həm də bulaq suyu ilə əmələ gəlir bu. Aran suyu deyil, Arazın suyu deyil, bulağın suyudur. Ona görə bu tamı heç yerdə ola bilməzsən. Ayın axırına kimi bu stenddə bu çaxırlar təklif olunur. Siz də gəlib yararlana bilərsiniz. Iğdırdan qonaqlarımız var. Qonaq demirəm, Iğdırlılar bizim canımızdır, qanımızdır. Eyni millətiz. Buradan da Bakıya geçeceğiz. Nevruz Bayramı'na kutlamaya gideceğiz. Nevruz Bayramı'na geldik. Çok mutlu olduk. Çok güzel. Naxçıvanda necədir Novruz bayramı? Ürəyinizcədir? Güzel, çok güzel, çok güzel. Çok. İnsanları Harika. çok güzel. Harika insanları var. Çok güzel. Bax, Naxçıvanlılarla ümumiyyətlə Iğdırlılar arasında çox oxşarlıqlar, bənzərliklər var. Yəqin siz də müşahidə eləmisiniz bunu. Sizdə Novruz bayramı ilə bizdəki arasında fərqlər nələrdir? Sizde daha bir şenlikli, mesela yemekler, şeyler ama bizimki de aynı hemen hemen. Yani bir farklılık yok aslında. Aynı kültürden olduğumuz için biz de aynısını yapıyoruz. Siz de aynısınız, biz de aynısınız. Kardeş olduğumuz için hep beraberiz. Hətta yeməyində, danışığında bir çox sözlərin mən eyni olduğunu görürəm. Yəni O konuşmalarımız tabii ki siz tamamen eski Azeri kültüründensiniz. Biz daha bir böyle geliştirdik aslında. Ata dedelerimiz birdi aslında. Aslında bir ama hani biz yeni nesil daha farklı. Türkçe'ye Sizde döndük. daha canlı. Daha güzel. burada yeməklərin dadına baxdınız, Naxçıvan yeməkləri var idi. Daş baktı. Zamanımız yoktu ama bir küçük bir köftenize baktım. Mükemmeliydi. Daş köftəni deyir. Evet, biz de aynısını taş yapıyoruz köftesi. yani. Sizdə də daş köftə olur. Tabii bizde de meşhur taş köftemiz. Siz biz yoxdur ki, elə ikimiz də eyni. Yani. İkimiz de kardeşiz. Çok beğeniyorum. Çok güzel. Nəyini bəyənirsiniz? Temizliğini, insanlarını, her şeyini çok seviyorum. Caddelerde bir tane çöp yok. Tertemiz bir yer. Buradan ondan Naxçıvandan mən Iğdırlılara da bir salam göndərirəm. Həmin regiona. Çünki Iğdırda məndə olmuşam. Özümü yad hiss eləmədim. Baxıram, elə danışıq eyni, bizim ləhcədə, eyni bizim insanlar. Ona görə mənim üçün Iğdır da, Kars da, Erzurum da, təbii ki, bütün Türkiyə doğmadır. Və burada ən maraqlı yerlərdən, məkanlardan biri də qədim türk obalarını xatırladan bu məkandır. Çox gözəl. Bax, xalçalarla bəzədilib. Sabahınız xeyir, hər vaxtınız xeyir. Bayramınız mübarək olsun. Naxçıvan kətəsini başqa kətələrdən fərqləndirən əsas məsələ nədir? Naxçıvan kətəsi çox gözəldir. Bütün otların dərmandır. Naxçıvan dağlarında yetişən otlarla. Dağlarında yetişən otlardır. Hamısı da insan üçün xeyirli olan otlardır. Otların o təravəti, dadı qalır üstündə. O qədər xoşuma gəldi. Qiymətləri neçədir? Ət 1.50-2 manatdır, ot 1 manat. It's so nice. The event's so amazing and crazy. I'm from Palestine already. This is a girl from Somali, and we are from Yemen. So we are all here Arabs. This taste, I didn't know actually because it's traditional. I just put in my mouth. It's really amazing. I like it. Novruz Bayramınız mübarek. ben bunu öğrendim. Actually, I would like the first one I tried. I don't know what's the name. Yeah, the first one. Kufte. Kufte. It's like because the taste, the ingredients, it's same to my country, Palestine. Yeah, the ingredients is the same my country. Yeah, the dance here, the people are dancing. I really pleasure me, and I want to say all Muslims in the world, Bayramınız mübarek, because today is still Bayrams. Kösanı yola salsana. O kadar var ki ça. Saqqalı it quyruğu. Kuyruğu.